Salam dostlar, Faktlar Dünyasına xoş gəlmisiniz. Bu dəfə sizi Bakının yeraltı sirlərinə aparıram. Bəlkə də hər gün üstündən keçdiyimiz küçələrin altında gizli keçidlər, sığınacaqlar və hətta sirli otaqlar var. İnanmırsınız? O zaman baxmağa davam edin. İçərişəhər sadəcə Bakı tarixinin mərkəzi deyil, eyni zamanda şəhərin altındakı ən qədim sirləri də daşıyır. Qala divarlarının və Qız qalasının altında yerləşən yeraltı keçidlər orta əsrlərdə mühasirə və təhlükə zamanı əhalinin təhlükəsiz şəkildə şəhərdən çıxması və ya gizlənməsi üçün istifadə olunurdu. Bu tunellərin bəzilərinin dənizə, bəzilərinin isə digər strateji nöqtələrə açıldığı deyilir. Sovet müharibə illərində SSRİ hərbi və siyasi təhdidlərə qarşı müxtəlif şəhərlərdə yeraltı sığınacaqlar tikirdi. Bakı da bu siyahıdan kənarda deyildi. Xüsusilə metro stansiyaların yaxınlığında yerləşən sığınacaqlar hələ də mövcuddur. Onların bir qismi istifadəsiz, bəziləri isə gizli olaraq qorunur. Bakı metrosunda bəzi stansiyalar xəritədə göstərilmir. Bu stansiyalar texniki səbəblərə və ya fövqəladə hallarda istifadə üçün tikilib. Bu tip stansiyaların dəqiq yeri açılmasa da bəzi araşdırmaçılar onların izinə düşüb və müxtəlif məqalələr yayımlayıb. Sakinlər arasında isə bu stansiyalar ətrafında müxtəlif nəzəriyyələr və miflər dolaşır. Tarixi dövrlərdə su təminatı böyük çətinlik idi. Şirvanşahlar dövründə və daha əvvəl də suyun şəhər daxilində hərəkəti üçün torpağın altından keçən su tunelləri, yəni kəhriz sistemləri mövcud idi. Bu tunellərin bir qismi indi də qalır, lakin çöküntü və vaxtı ilə bağlanma səbəbilə istifadəsiz qalıb. SSRİ dövründə bəzi dövlət əhəmiyyətli sənədlər yeraltı qorunan obyektlərdə saxlanılırdı. Neftçilər prospektində yerləşən bu arxivlər tamamilə gizli saxlanılıb. Bu yerlərdə radioaktiv və ya strateji məlumatın saxlandığına dair iddialar da mövcuddur. Dağüstü park ərazisində Prezident sarayı və digər strateji obyektlərin mövcudluğu səbəbilə burada təhlükəsizlik məqsədi ilə gizli liftlər və yeraltı keçidlər mövcuddur. Bu keçidlərin fövqəladə hallarda istifadə olunduğu deyilir və onların dəqiq trayektoriyası sirr olaraq saxlanılır. İndiki AMEA binası kimi tanınan mərkəzdə vaxtilə Sovetlərin KGB idarəsi yerləşirdi. Bu binanın zirzəmilərində isə sorğu otaqları, zindanlar və tunel sistemləri olub. Burada baş verən hadisələr haqqında da danışmaq çətindir. Çünki əksəriyyəti sənədlərlə belə qeyd edilməyib və itmiş izlər kimi qalır. Sovet ordusunun Bakıdakı hərbi varlığına dair ən güclü izlərindən biri Bibeybət tərəfdə yerləşən yeraltı hərbi bazalardır. Bu bazalar indi tərk edilmiş və girişi qadağan edilmiş ərazilərdir. Bəziləri neftlə əlaqəli strateji obyektləri qorumaq üçün tikilib. Nizami küçəsi, Targovu, Bakının ən işlək yerlərindən biri olsa da, bu ərazilərin altında kommunikasiya üçün nəzərdə tutulmuş tunellər var. Bu tunellər ticarət mərkəzləri arasında malların və təhlükəsizliyin ötürülməsi məqsədi ilə nəzərdə tutulub. Hazırda onların çoxu bağlıdır, amma texniki işçilər bu yolların izlərinin göründüklərini iddia edir. Bakının yeraltı keçidləri arasında ən müəmmalısı Ağ tunel haqqında əfsanədir. Bəzi insanlar gecələr bu tuneldən səs gəldiklərini və qeyri-adi işıqlar gördüklərini deyirlər. Bu tunelin harada yerləşdiyi dəqiq bilinmir. Lakin şəhərin alt qatlarında qaranlıq və izah olunmaz yerlərin mövcudluğu və əfsanəni canlı saxlayır. Bu cür gizli yerlərin çoxusu hələ də araşdırılmayıb və sirr olaraq qalır. Bəlkə də bir gün onların hamısı üzə çıxacaq. Videonu bəyənib kanala abunə olun ki, digər sirləri də sizinlə birlikdə açaq. Sağ olun dostlar, salamat qalın.